Düz bir il əvvəl Ərdəbil şəhərində qondarma İsrailə casusluq etmə ittihamı ilə həbs olunmuş Azərbaycanlı sosial media fəalı, tərcüməçi, redaktor və satiraçı Hüseyn Şənbezadənin istintaqı ilə bağlı dəhşətli təfərrüatlar üzə çıxıb. Məlum olub ki, ona qarşı irəli sürülən ittihamları qəbul etməsi üçün saxlandığı evin zindanında yazar olmazın təzyiqlərə və işgəncələrə məruz qalıb, o cümlədən kamera qarşısında öz dırnaqarası günahlarını etiraf etməsindən ötürü rejim məmurları tərəfindən şok təhdidlə üzləşib. Ona deyilib ki, əgər kamera önündə İsrailə casusluq etdiyini və digər ittihamları boynuna almasa, çox sevdiyi 6 yaşlı bacısı oğlu öldürüləcək. Həmin hədə müqabilində Şənbezadə nəinki ondan tələb olunan etirafları edib və qarşısına qoyulan bütün kağızlara imza atıb. Hətta özünün bildirdiyinə görə İsa Məsih kimi bəşəriyyətin bütün günahlarının yükünü boynuna götürməyə hazır olub. Təki rejim əlaltıları yaşadığı illərin sayı barmaqla sayılacaq qədər olan məsum uşağın qanını tökməsin. Bu barədə iyunun 4-də BBC kanalının Fars redaksiyası məlumat yayıb. Kanal bununla bağlı şərhini məlumatlı mənbəyə istinadən dərc edib. Lakin dünən tanınmış İran siyasətçisi Məhəmməd Xatəminin prezidentliyi dövründə yüksək dövlət postları tutmuş, o cümlədən nazir müavini və prezidentin müşaviri vəzifələrində çalışmış, hazırda radikal islahatçı baxışlarına görə Hüseyn Şənbezadə ilə eyni məkanda həbsdə olan Mustafa Tacizadəyə məxsus Telegram kanalında qeyd olunan təfərrüatları ehtiva edən bir yazı paylaşılıb. Tacizadənin ifşa edici, kədərli və tarixi bir mətn adlandırdığı bu 36 səhifəlik yazı Tacizadənin suallarına cavab olaraq bilavasitə Hüseyn Şənbezadənin qələmindən çıxıb. Yəni, istintaq zamanı Şənbezadəyə verilən işgəncələr, o cümlədən Sahil adlı sevimli bacısı oğlunun öldürüləcəyi ilə bağlı təhdid barədə şəxsən onun özü məlumat verib. Görünür, BBC kanalı Şənbezadənin zindandakı durumunu daha da ağırlaşdırmamaq üçün həmin məlumatı adı açıqlanmayan mənbəyə istinadla yaymağı məqsədə uyğun sayıb. Hüseyn Şənbezadənin İran rejiminin siyasi məhbuslara davranışının bütün dəhşətlərini göz önündə canlandıran həmin yazısında sözü gedən epizodla bağlı iki məqam da diqqəti cəlb edir. Birincisi, Şənbezadə yazır ki, əvvəlcə 6 yaşlı uşağın öldürüləcəyi ilə bağlı təhdidi ciddi qəbul etməyib. Lakin sonra o, illər öncə İran təhlükəsizlik orqanları tərəfindən vəhşicəsinə qətlə yetirilən 8 yaşlı Karun Hacızadənin qana bələnmiş cəsədini xatırlayıb və rejim məmurlarının onunla zarafat etmədiyinə əmin olub. Qeyd edək ki, Karun Hacızadə 1998-ci ildə İran Kəşfiyyat Nazirliyinin o zaman müxaliflərə qarşı həyata keçirdiyi silsilə qətillər çərçivəsində öz evində çoxsaylı bıçaq zərbələri ilə öldürülmüş şair Həmid Hacızadənin oğlu olub və sadəcə atasının qətlinin şahidi olduğu üçün amansızcasına öldürülüb. İkincisi, müstəntiq bildirib ki, Şənbezadənin bacısı oğlu ilə güya hansısa müqəddəsin təhqir olunduğu söhbətinin mətnini tədbir görmək, yəni uşağı öldürmək üçün İmam Hüseyn Divanələri adlı təşkilata verəcək. Şənbezadə hələ gənc yaşlarından bu təşkilatı tanıdığı üçün qorxuya düşüb və özünün yazdığına görə uzun müddət İmam Hüseyn divanələrinin xəncərinin bacısı oğlu Sahilin kiçik boğazına toxunması gözləri önündən getməyib. Bu məqam güya Şiə ideologiyasının təbliği üçün müxtəlif mərasimlər keçirən belə təşkilatların əslində İran rejiminin qorxu və qətl aləti olduğunun sübutu kimi qiymətləndirilə bilər. Qeyd edək ki, Hüseyn Şənbezadə 2024-cü il iyunun 4-də Ərdəbilə səfəri zamanı bir restoranda nahar etmək istərkən 4 nəfər təhlükəsizlik əməkdaşı tərəfindən kobud şəkildə saxlanılıb və döyülərək mobil telefonuna müdaxilə edilib. Daha sonra o Tehrandakı evin həbsxanasına aparılıb və uzun müddət təkadamlıq kamerada saxlanılıb. Həmin vaxt hökumət mediası Ərdəbildə Mossad casusunun həbs olunduğu barədə xəbər yayıb. Ərdəbil prokuroru Cəlal Afaqi bildirib ki, İran
ettilatının nəzarətində olan bu şəxs sosial şəbəkə üzərindən Mossadın yüksək rütbəli zabitləri ilə əlaqədə olub və onların istədiyi məlumatları pul müqabilində toplayaraq onlara göndərib. Prokuror həmçinin iddia edib ki, Şənbəzadə güya Ərdəbilə gizli şəkildə gəlib və ölkəni tərk etməyə hazırlaşırmış. Halbuki, həbsxanadan yazdığı mətndə də bildirdiyi kimi, həmin vaxt X platformasında fəal olan Şənbəzadə bu səfəri barədə məlumat və şəkillər paylaşıb. Səfərdən sonra isə Qum şəhərinə, anasının yanına getməyi planlaşdırırmış. İttihamların qondarma olmasına və saxta skrinşotlardan başqa Şənbezadənin dırnaqarası casusluğuna dair heç bir sübutun olmamasına baxmayaraq, ötən ilin avqustunda Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Hüseyn Şənbezadəni ümumilikdə 12 il həbs və 50 milyon tümən cərimə cəzasına məhkum edib. Ona İsrailin xeyrinə təbliğat aparmaq ittihamı ilə 5 il, müqəddəsləri təhqir etmə ittihamı ilə 4 il, dövlət quruluşu əleyhinə təbliğat aparmaq ittihamı ilə 1 il, sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq ittihamı üzrə isə 2 il həbs cəzası verilib. Amma o vaxt çoxları belə hesab edirdi ki, Hüseyn Şənbezadənin həbsi onun İran ali rəhbəri Ayətullah Xameneyinin X şəbəkəsindəki bir paylaşımına yazdığı şərhlə bağlıdır. Xameneyi həmin postda Serbiyada çempionluq qazanmış İran voleybol komandası ilə şəklini paylaşmış, amma cümlənin sonunda nöqtə qoymamışdı. Şənbezadənin posta yazdığı şərh də bir nöqtədən ibarət idi. Ən maraqlısı budur ki, həmin bir nöqtəli şərh Xameneyinin postundan 2 dəfədən çox baxış və bəyənmə qazanmışdı. Bu məsələ rejim məmurlarını qəzəbləndirmiş və onlar əvvəllər də həbs etdikləri Şənbezadəni yenidən həbsə atmaq qərarına gəlmişdilər. İnsanın bir nöqtəyə görə həbsi təkcə İranda deyil, beynəlxalq səviyyədə də geniş diqqət çəkmiş və tezliklə Şənbezadə nöqtə məhbusu adı ilə məşhurlaşmışdı. Hətta Fransanın məşhur Charlie Hebdo satirik jurnalı hər kəsi Xameneyinin paylaşımlarına şərh olaraq nöqtə qoymağa çağırmışdı. Bu yaxınlarda Cannes kinofestivalının əsas mükafatını qazanmış məşhur rejissor Cəfər Pənahi də öz açıqlamasında Hüseyn Şənbezadənin taleyini xatırladıb və İran rejiminin vətəndaşları bir nöqtəyə görə həbsə atdığını söyləyib. Bu məqama yuxarıda qeyd olunan geniş yazısında Hüseyn Şənbezadənin özü də toxunub. O yazıb, izafi təkəbbür və ya təvazökarlıq olmadan açıq deyirəm. Bir nöqtə qoydum və Twitterin farsça segmentinin bəzi fəalları başa düşdülər. Kəşfiyyat Nazirliyi buna görə məni həbs etdi. İndi həbsxana xaricindən aldığım məlumatlara əsasən əminliklə deyə bilərəm. Dünyanın hər bir ölkəsində azı bir adam bilir ki, təlatümlü Orta Şərqin bir parçasında bir nəfəri ölkəsinin birinci şəxsinin tweeti altında nöqtə qoyduğuna görə zindana salıblar. Coğrafiyadan əlavə bu tragikomediya ola bilsin tarixin kiçik bir küncündə də qeydə alınacaq.